Bir de bilirsiniz mi nədir? Bax bunları edən də Allah'dır. Yəni bu prokuroru bu düşünceye getiren, hakime bu hükmü çıkarttıran. Yani bunlar hamısı Allah'ın işidir. O yanlış üçün sadece bu kız belki de burada bir qurbanlıqdır. Necə mən qurbanlığa? O kız da belki de qurbanlıqdır. Buradan o prokurorlara, o həkimlərə, o müstəntiqlərə mesajdır ki, Allah'ın qəbuluna girebilmeyeceksiniz. Çetinliğe düşen de çok Allah diyeceksiniz. Ama Allah sizi eşitmeyecek. Çünkü iman yoktu. Vermeyip Allah size menliğini. Onu puldan almak olur. Onu kazanmak lazım da Allah'tan. İndi bu süfre onu izah edir. Nice kazanırsın. Sağ ol Ema Ana, cevabınız gözlediğim arzu hakta. Allah size can sağlığı versin, uzun ömür dileyek, arzuya da azatlık dileyek, hamılıqla, amin deyək. Allah'ın məsləhətini, vallahi şu qızla mənim elə bir, necə deyərlər, yəni mən belə blogerləri karşıma çıkıp ötürənəm də, yəni oturub onların izləyicisi deyiləm. Ama bugün bir benim izleyicim bu mevzuda toxundu. Açtım burada, baktım, gördüm bu kızın burada. Bugün gördüm ben ki bu kızın burada günahı yoktu. Bu kız yolundan gedir. Adam da doncukluya gedir. Yani sureti. Yani burada bunun ne günahı var ki? O deyir, alim ve müəllim üçün en ağır vicdan əzabı odur ki, savadsız mütəxəssis hazırlasın. Xalq onlardan fayda görməyəcək. İndi bizim bu hakimler, bu prokurorlar, bak bu kararı haksız yere savadsız çıkardılar kanun. 4 uşaqlı ananı hepsi atırlar. O bizim uşaq döyüldü. Elde kamera, video, döyülen qalıb, o döyənin sözüne bakırlar. Döyülen qalıb burada tutmağa aparırlar. Bu da onun kimi bir şeydir. Başa düşdünüz? Məsləhətini. Eğer o kız tutulsa ha, bak size deyirəm, o kararı çıkardanların sədaları gelecek. Bunu qəlb deyir, mən demirəm, Allah çatdırır. Məsləhətinə şükür. Çok ağır cezalar onları gözləyir. Çok ağır cezalar. Ama onu da edən Allah'tır, bunu da deyən Allah'tır. Bu işi qurub, bu şəkilə gətirən də Allah'tır. Məsləhətinə şükür. Vəssalam. Allah'ın tərəzisi var da, elin gözü tərəzidir canım. Her şey göz qabağındadır. Da adam yolunla sakit getdiyi yerde bu gəlib özü doncuqluyur, gedir təpəsi üstə dəyib, bunu o neynəsin? Bunu görmürlər bunlar. Göstərmir də Allah Teala. İndi belki de göstermemekte məqsəd Allah Teala bu mesaj onlara çatdırmalıdır. Çatdırır ki, yani bunu etseniz neler yaşayacaksınız? Dan kusturacağım sizi Allah deyir. Tut. Mənlik bir şey ne var ki? Herkesin öz qəlbindədir Allah. Bak buradan kusturur. Qəlbdən. İçindən, iç dünyandan kusturacak sana. O kızı tutsan. Bunu deyir. Mən sizə deyirəm ki, mən uşaq idim. Dünyaya göz açdığım ve anladığım anlardan bir prokuror tanıyırdım. İndi o prokuroru evladının da, nəvəsinin də əziyyət içerisinde yaşadığını eşitmiştim. İndi onun nəticələrinin əzab içinde yaşar. Prokurorun. Bu prokurorlar belə bir miras bırakacak evladlarına. Başa düşdünüz mü? Zillət içinde yaşadacak Allah Teala onun yığdıklarını qan kusturacak. Budur. Necə deyir o Hacı Zeynalabdin Təqiyev görürsən, onun tikdirdiyi evlərdə bu varlılar şeylənir, ama onun kızı acından öldü evinin damın altında. Kasıb. Bak bu kararı belə, haksız kararı çıkardan prokurorlar, hakimler, müstəntiqlər, bak elə olacak onların evlatlarıdır. Olmaz haksız.
Fələk min bir fitnə törətsə inan, həqiqət açılar, gizli qalmaz heç zaman. Dilə ədalət tutub basmaq deyil, özündəki məsuliyyəti anlamaqdır. Bunlarda da öz məsuliyyətlərini anlamırlar ki, mən bugün haqsız yerə 4 uşaq anasını bu adam vurmuyor, maşınla vursa deyərəm hə, onun üstündən aşsa deyərəm hə, bu yolundan sakit gedir, o da doncuqluyub gedib dəyir. Axı burada kör gör. İndi biz həmin hakimə, həmin prokurora, həmin müstəntiqə Allahdan rəhim diləyək. Ki özlərindəki məsuliyyəti anlaya bilsinlər. Məsləhətinə şükür, yaradana şükür. Bəli, görüntüdə hər şey bəllidir. Kainatın hakimi Allah'tır. Bəli, hakimlər Allah'ın onları da oyadır da bəlkə də. Allah bəlkə onlara da mesaj edir. Da nə qədər o deyir aşkın sözü qutaranda neynim eləyir. Biz neynimdəyik görmüsən. Onlar ərəm atır indi. O günü Lənkəranda oturan o lirik neydi onun adı? Lirikdə. 75 yaşında kişini saklayıp orada. Klient var. Məmmədov Haldun Hikmətoğlu. Lirikdə müstəntiq. 45 bin pul istəyir ki bunu bırakın. Bunun nə günahı var ki sen orada saklayırsan? 45 bin harda əkiflər ki onu gedək biçək biz də götürək. Və budur. Məsləhətinə şükür. Mesajdır da Allah Teala görürsə o gün onu keçən il bizim qardaşımın nəvəsinə indi bu hamısı bu qarışdıran da özüdür. Oyadan da özüdür. Bak bu mesajları bu söyleyen de özüdür. Kimin payına ne düşecek onu Allah bilir. O gün neçə üzler qaralacaq, gözlerden yaş axacaq, neçə üzler sevinip Rabbini görecek, sevinecek. Bak böyle bir yazılar Kur'an'da yazılır. İndi görünür bunların ağlamaq saati yetişir. Şekilde hansı ki son vaxtlar mənim üstümə çox gəlirlər ki, sən niyə təmənnasız bu cəmaata xidmət edirsən? Deyirəm, böyük sevgilərlə. Mən burada təmənna güdmərəm də, güdməyəcəm də. Çünki bu təlim Allah'ın təlimidir. Mən sadəcə bir vəsitəçi, bir şey də deyim. Bu prokurorlara halal edirəm sizə bu saatlarımı. Bu prokurorlara bir şey də deyim ki, bax, bu söz onlara çatacaq. Allah'ın Kur'an deyir. Mən kim idim ki bunları deyəm? Bunu deyən ruhdur. Sizə çatdıran Allah'dır. Herkesin qəlbindədir. Herkese hərəkətə gətirən ruh Allah'ın zərrəsidir. Və yazılır. Allah'ın carçısını reddedənlər, qəbul etməyənlər. Bak bu arzum üçün dediği sözler. Bu oralar olunsun. Anlasınlar ki yer üzerinde kaçıp canlarını Allah'ın əzablarından kurtarabilmeyecek. Ne onlara arkaları, dostları, ne yığdığı pulları kömək etməyəcək. Diqqətli olun. İndi İncil deyir. Yeni əhdin vasitəçisini rədd etməyin. Çünkü bundan önce Allah'ın carçısını rədd edənlər cəzadan canlarını kurtarabilmədilərsə, bugün daha ağır cezalarla cezalanacaksınız ve bu cezadan canınızı kurtarabilmeyeceksiniz. Bu ünvanlandı. Birbaşa bu kararı arzum hakkında çıkardan prokurora, müstəntiqə, hakime. Bu mesaj ora gedir. Allah'ın lütfi ile. Məsləhətinə şükür. Kalp dedi söyle, mən də söyledim. Yerində deyilib gözəl məsəldir, könül nəyi sevirsə o da gözəldir. Könül istədi, mən də dedim.
Neticesini Allah bilir. Ne olacak? Allah'tan dileyek.